Məlumat verdiyimiz kimi, əməkdar artist Cabir İmanov vəfat edib. Onun bugün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdiyi bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da 49 yaşlı aktyor vəfat edib. Əlavə edək ki, əməkdar artistin ölümü ilə bağlı təbibdən rəsmi açıqlama verilib. Qeyd olunur ki, bugün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun 1976-cı il təvəllüdlü səhhətinin pisləşməsi, yıxılma səbəbilə Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin ölümü ilə bağlı həkimə qədər ölüm faktı qeydə alınıb. Ümumiyyətlə, son illərdə 40 yaşdan sonra ürək tutması və başqa qəfil ölüm hallarında artım müşahidə edilir. Həkimlər bu tendensiyanın ciddi şəkildə artdığını və ölüm hallarının getdikcə gəncləşdiyini vurğulayırlar. Xüsusilə də idman zallarında baş verən qəfil infarkt və insult halları narahat edici səviyyəyə çatıb. Artıq yalnız xəstələr deyil, sağlam və aktiv həyat tərzi sürən insanlar, o cümlədən peşəkar idmançılar belə bu cür faciələrlə üz-üzə qalırlar. Bəs 40 yaşdan sonra ağır idmanla məşğul olmaq olarmı? Nələrə diqqət edilməlidir? Tanınmış həkimlər Musavat.com-a fikirlərini bölüşüblər. Kardioloq Professor İdris Xəlilov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, bütün doğulan uşaqlar ana bətnində olarkən anadan gəlmə ürək qüsurlarının inkarı üçün ekokardiografiya müayinəsindən keçir. Sonraki yaş dövründə EKG və sairə müayinələr olunmalıdır. 35 yaşdan yuxarı bütün insanların kardioloji check-up olması gərəkdir. Əsasən də idmanla məşğul olmaq istəyənlər. Əgər idman vaxtı hər hansı bir diskomfort olarsa, dərhal hərəkəti saxlamaq və yüzücə müraciət etmək lazımdır. Qəfləti ölümün çox səbəbləri ola bilir. Birinci yerdə isə ürəyin işemik xəstəliyidir.